Valideynləri düşündürən məsələlərdən biri indiki dövrdə uşağın hər istədiyinin olması, indiki uşaqların məsuliyyətsizliyə meyilli olması, indi nəzarət etməyin çətin olması kimi məsələlərdir. Uşaqların kifayət qədər yox sözü eşitmədiyinə dair inanc bilirsiniz hardan gəlir? Düşünürük ki, uşağa çox üz veririk, biz də nəzarəti yumşaltdıqca uşaq ərköyün olur. Əslində isə valideynlər gün ərzində uşaqlara o qədər yox deyirlər ki, tədqiqatlar göstərir ki, xüsusilə də az yaşlı uşaqlar bir neçə dəqiqədən bir etmək istədiklərini edə bilmirlər, ya da istəmədiklərini etməyə məcbur olurlar. Elə isə nə etməli? Məsələn, nəsə bir həyati təhlükə varsa, düşünmədən müdaxilə edirik. Amma bu halda belə nəyi nə qədər edəcəyimizi dəqiq deyə bilmərik. Uşaqların yaşlarını, onların böyüdükcə təhlükə anlayışlarının dəyişdiyini nəzərə almalıyıq. Ki uşaqlar lazımi dəstəyi, hörməti, etibarı görsələr, bu bacarıqları daha yaxşı inkişaf etdirərlər. Bu da o deməkdir ki, valideyn müdaxilələri getdikcə daha lazımsız, mənasız və məhdudlaşdırıcı olmağa başlayır.